Bugünkü bürcümüz Oğlaq bürcüdür. Salam əziz dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Mənim lider oğlaqlarım, sevimli oğlaqlarım, sevgili oğlaqlarım. Həmişə mən sizə belə xüsusi bir simpatiyam olub. Hamının demək olar ki, oğlaqlara xüsusi bir simpatiyası, xüsusi bir hörməti var. Çünki oğlaqlar hər işini düz görür, hər işdə layiqli olurlar, uğurlu olurlar, qalib olurlar. Oğlaqların elə bir rəhbərlik xüsusiyyəti var. Allah tərəfindən onlar belə rəhbər yaranıblar. Hər işdə bunlar onu rəhbərliyi üzə çıxardırlar. Məsələn, ailədədirlər, tez rəhbərliyi ələ alırlar, bacıya kömək eləyirlər, qardaşa kömək eləyirlər, ana-ataya kömək yardım eləyirlər. İşdədirlər, iş yerində mütləq birinci olurlar. Ya administrator keçirlər, ya rəhbər keçirlər, ya mavin keçirlər. Bu oğlaqların Allah tərəfindən onlara verdiyi gücdür, qüvvətdir. Və bu 15-21 iyun həftəsində onların enerjisi qat-qat yüksələcək. Allah elə bil ki, oğlaqlar tərəfə keçir demək olar ki. Oğlaqlar yeni nailiyyətlərə imza atacaqlar, yeni sənədlər imzalayacaqlar və bu sənədlər hamısı onların işi ilə, karyera yüksəlişi ilə bağlıdır. Lakin sevgili oğlaqlar, sənədləri imzalayarkən çox diqqətli olun. Heç kəs sizi aldada bilməz. Amma yenə də sənəd imzalayarkən oxumaq vacibdir, mütləqdir. Və alqı-satqı görsənir sizdə. Çoxdandır evdir, mülkdür, satmaq planlaşdırırsınız və bu planlaşdırdığınız həyata keçəcək və sərfəli qiymətə, sizin sərfənizə olan qiymətə bu satış reallaşacaq. Bəziləriniz isə mülk almaq, ev almaq fikrindədir və buna bu həftə, bəlkə də sonraki həftədə nail olacaqlar. Evlatları ilə bağlı xəbərlər alacaqlar. Bu xəbərlər xeyir xəbərlərdir. Bəlkə də bir sınaq kimi, imtahan kimi neysə belə bir şey görsənir. Oğlaqların həyatında belə bir yüksəliş də olacaqdır. Lakin sevgili oğlaqlar, heç səhhətinizə fikir vermirsiniz. Özünüzlə məşğul olmursunuz. Hələ ancaq qaçım ona yardıma, buna köməyə. Ulduzlar göstərir ki, sizdə kiçik xəstəlik ola bilər. Özünüzə diqqət ayırın, özünüzə fikir verin, özünüzü sevin. Düzdür, yaxşılıq eləmək yaxşı şeydir, ailəyə kömək lazımdır. Lakin bu əsnada, bu qaça-qaçda, bu qovğa-qovda özünüzü unutmayın. Elə bil ki, bir söz-söhbət yaranacaq, xırda bir söz-söhbətdir bu. Bu dostunuzla mı, yoxsa iş yoldaşınızla mı aranızda olacaq? Lakin ötüb keçəcək və bunu siz həll edəcəksiniz. Siz dostunuzdan, iş yoldaşınızdan gözləməyin, jesti siz edin və bu söhbətin axırı, sonu yenə də xeyrə dayanacaq, xeyrə calanacaq. Bu həftənin sonuna kimi əziz oğlaqlar, istirahətə getməyə düşünürsünüz və gedin. Bu istirahət sizə çox yaxşı gələcək. Həm əsəbləriniz sakit olacaq, həm orada yeni tanışlıqlar yaranacaq və bəzi əqrəblər üçün istirahətə getdiyi yerdə gələcək həyatını qarantiyalayacaq bir tanışlıq yaranacaq. Bilmirəm, bu bəzilərində sevgi tanışlığıdır, bəzilərində iş tanışlığıdır. Bəzi əqrəblər getdiyi yerdə öz sevgisini tapacaq və bu sevgi onu ailə həyatına qədər aparacaq və gözəl bir, uğurlu bir ailəsi olacaq. Bəli, sevgili əqrəblər, bu həftə sizin üçün uğur həftəsidir, şans həftəsidir. Karyera yüksəlişi, yeni xəbərlər, yeni nailiyyətlər və siz bunlardan yararlanmanız məsləhətdir. Sevgi ilə qalın, xoşça qalın. Bu cür videoların davamı üçün kanalıma abunə olun.